Müsəlmanlar o qədər bunun önəmini bilmirdilər ki, gəlib imamlardan soruşurdular ki, İmam Sadiqə dedilər ki, ağa, Peyğəmbərdən belə hədis nəql edirlər ki, təfəkkuru saatin xeyrun min qiyami leylətin. Bir an, saat, yəni saat demək deyil, bir an düşünmək, bir gecə ibadətdən üstündür. Bunu Peyğəmbər buyurub, dedi, bəli, qalə nəəm, bəli, düşüncə gecənin ibadətindən üstündür. Bir qədər düşünmək, bir miqdar 10 dəqiqə düşünmək, yaradılış hədəf haqqında düşünmək, Allahın işləri barədə düşünmək, bu bir gecənin oyaq qalıb ibadət eləməyindən üstündür. İmam Rıza aleyhissalam buyurur ki, ibadət namazı çox qılıb, oruç çox tutmaq deyil. İbadət bu deyil. İbadət Allahın işləri haqqında düşünməkdir. Oturub bir küncdə sakit təfəkkür eləməkdir, düşünməkdir. Peyğəmbər buyurur, ət-təfəkkuru yurisul hikmə. Təfəkkür hikmət doğurur. İnsanı hikmətə sahib eləyir. Vəl hikmətu təcri fi əcvafikum misləd-dəmə. Buyurur ki, hikmət də insanda oldusa necə olur? Bütün vücudu ilə əhatə edir, elə bil qan damarlarda necə hərəkət edir. Bir adam hikmət sahibi oldusa, onun təsiri bütün vücudunda görsətməlidir özünü. Deməli, təfəkkür elm deyil. Elm ancaq beyində olursa, hikmət bütün bədənin üzvlərinə sirayət edir. Bunun davranışından görürsən ki, hikmət sahibidir. Hikmət təfəkkürlə əldə olunur. O nəticələr ki, biz düşünərək gəlmişik, bizə heç kəs öyrətməyib. Anlayırsınız? Bir var bizə öyrədiblər, eşidib öyrənmişik, oxuyub öyrənmişik. Bir də var düşünüb bu nəticəyə gəlmişik. Bax, bu hikmətdir. O şeyləri ki, düşüncəmizlə əldə eləmişik. Biliyi əldə eləmək hikmət deyil. Kitab oxumaqla hikmətə sahib olmaq olmaz. Biliyi artırarsan və artırmalısan da, mütaliə eləməlisən, gecə-gündüz oxumalısan, imkanın qədər mütaliəyə yer ayırmalısan. Amma hikmət başqa şeydir. Hikmət təfəkkürlə gəlinən nəticədir. Özün əldə elədiyin nəticədir. Hikmət gəldisə, bütün bədənin üzvlərində öz təsirini göstərir. Kim hansı məsələdə axsayırsa, hansı məsələdə problemi varsa, buna belə deməliyik ki, yəqin ki, düşünməmsən ki, bu nöqsan səndə var. Mən Allaha aşiq deyiləm, məsələn, yəqin ki, az düşünürsən. Mənim mənəviyyatım zəifdir, yəqin ki, az düşünürsən. Düşüncəyə bu qədər önəm vermişsiniz ki, düşüncə bu işlərin öhdəsindən gəlir, Quran belə başa salır, din bizə bunu anladır ki, düşüncə bu işlərin öhdəsindən gələ bilir. Əgər mənəviyyatında nöqsan varsa, deməli az düşünmüsən. İnsanın bəzi şeyləri bilməməsinin üzrü var. Üzr gətirə bilər ki, bilmirdim. Amma düşünməməsinin üzrü yoxdur. Cəhənnəmə gedənlərə bilirsiniz nə deyəcəklər? Sadə sual verəcəklər ki, niyə düşünmədiniz? Niyə düşünmədiniz? Düşünsəydiniz bura gəlməzdiniz. Sizdən bir şey tələb olunurdu ki, düşünün, düşünün və düşünün. Düşünmək istəmədiniz. Axana düşdünüz, getdiniz, yaşadınız və öldünüz. Düşünsəydiniz bu günə düşməzdiniz, bu günə qalmazdınız. Və moizələrin də, minbərlərin də, xütbələrin də əsas missiyası bu olmalıdır. Bəzən görürsən, bəzi moizəni tərif eləyir insanlar. Amma görürsən ki, o moizədə təfəkkür yoxdur. Hər hansı moizə ki, sizi düşünməyə vadar etmir, tərifə layiq deyil. Nə qədər sizə məlumat verirsə versin. Moizənin işi məlumat vermək deyil, bilik vermək deyil. Bilik üçün dərslər ola bilər. Moizənin, xütbənin işi insanların düşüncə işığını yandırmaqdır. İnsanları düşündürməkdir, düşünsün, özü nəticəyə gəlsin. Kim bu işin öhdəsindən gəlirsə, onun söhbətlərini dinləyin. Kim olursa olsun. Və bu cümə xütbəsinə gəlməyimiz ki, cənnət bağlarından bir bağdır buyurur. Həftədə bir dəfə insanların ehtiyacı var. İndi mən eşidirəm ki, insanlar evində oturur, dinləyir və özünə əziyyət verib məscidə getmək istəmir. Hətta bəzi ruhanilər mənə şikayət edir ki, o disklər yayılır, məsələn, yaxud da sosial şəbəkələrdə bu xütbələr qoyulandan sonra cəmaət məscidləri az gəlir. Bu çox ciddi səhvdir, çox ciddi səhvdir.
Cümə xütbəsinə gəlmək, o fəzadan nəfəs almaq, o məclisdə iştirak eləmək, o nuru əldə eləmək başqa bir şeydir. Evdə oturub ona qulaq asmaq başqa bir şeydir. Həftədə bir dəfə deyiblər, ən azı gedin. Yəni biz hərdən deyirik ki, filan məsciddə adam dolu olur. Onlar, məsələn, cümə namazına məsuliyyətlə yanaşır. Onlar özünə onu vacib hesab edir. Amma biz zəhmət çəkib məscidə getmək istəmirik. Məscidlərimizdə görsən ki, lazımı səviyyədə adam olmur. Gərək bizə hökm gəlsin ki, vacibdir ki, duraq gedək. Vacibdir bu hökmü desinlər. İnsan düşünsə, anlasa, başa düşər ki, getmək lazımdır. Çünki bircə oturub düşünürüksə, hamı indi düşüncə halındadır. Mən də danışa-danışa düşünürəm, siz də düşünürsünüz və inanın ki, bu anların qiyməti yoxdur. Çətin ələ düşür, indiki zamanda özdə bir yerə gedəsən, söhbət bizim məclisdən getmir, özümüzü tərifləyək. Yəni, xütbədən danışıram. Bir yerə gedəsən ki, oturub səni düşündürsünlər və düşünəsən, o çox qiymətlidir, çox qiymətlidir. İndi bir gün inşallah axirətdə orada hamımız bu anların qiymətini biləcəyik. Özüm danışdığıma görə demirəm, Allah şahiddir. Kaş məndən ləyaqətlisi olardı, mən də sizin kimi, məndən ləyaqətliləri var, amma yəqin ki, pərdə arxasındadılar. Adam oturub elə o layiqli insanları dinləyərdi, qulaq asardı. Hər halda təfəkkür məclisi haqqında Peyğəmbər buyurur ki, zikir məclisi. Zikir nədir? Xatırlatma. İrtəu fi riyazil cənnət. Cənnət bağlarına tələsin. Yer üzündə cənnət bağları düşüncə məclisləridir, zikir məclisləridir. O məclislər ki, insanlar həyati məsələlər haqqında düşünür. Həyatın gündəlik qayğılarından uzaqlaşır, gəlir oturur, fundamental məsələlər haqqında düşünür, insani məsələlər haqqında düşünür, hədəf haqqında düşünür. Çox vacib məsələdir bu, çox önəmli məsələdir. Moizəyə xas xüsusiyyət budur. Hər kəsin moizəsinə qiymət vermək istəsəz, deyin, görüm, öz-özü, bu məni nə qədər düşündürə bildi? Nə qədər beynimi işə sala bildi? Ancaq mənə məlumat ötürmədi, bildiyini mənə desin, mən də biliyim, artırım, gedim. Xeyr, məni nə qədər düşünməyə vadar elədi? Bu məclislərdə hal da olsa, emosiya da olsa, hiss də olsa, gərək təfəkkürdən qaynaqlansın. Təfəkkürdən qaynaqlanmayan halın heç bir qiyməti yoxdur. O ötəri bir haldır, gəlir, gedir. Kök sala bilmir insanın ruhunda. Fundament təfəkkürdür. Düşüncədən qaynaqlanan göz yaşının dəyəri başqadır. Bir qətrəsi dünyalarca odu söndürür. O göz yaşı ki, düşüncədən qaynaqlanır, təfəkkürdən qaynaqlanır. Təfəkkür məclislərinin qədrini bilin. O adamlar ki, sizi düşündürür, onlarla oturub durun. O adamlar ki, onları görmək sizi dərin fikrə aparır. Önəmli məsələlər haqqında düşündürür, o insanların qədrini bilin. Onlara dəyər verin. Və bunun əksi də qəflət məclisləridir. Qəflət məclisləri hansıdır? Düşünməyin qarşısını alan məclislər, eyş-işrət məclisləri. Və yaxud da 3 saat, 4 saat oturub bihudə boş-boş danışıb düşüncə nurunu söndürməkdir. De, gül, zarafat elə. Dinimiz zarafata çox önəm verir. Mömin güləriz olar, zarafatçıl olar hədislərdə var. Amma saatla oturub bihudə danışmağın insanda o qədər mənfi təsiri var ki, insanın ağlı zəifləyir. Heç nə, insan kütləşir, düşüncə nurunu itirir. Bəzi filmlər var ki, oturub baxırsan, o filmlər ki, səni ya düşüncədən məhrum eləyir, ya da ki, elə şeylər haqda düşündürür ki, nə dünya faydası var, nə axirət faydası. Fikri elə yerlərə yönəldir ki, axırda görsəm mən 1 saat, saat yarım heç nə. Düşüncəmi tətil elədim, saxladım və yaxud da düşüncəmi layiq olmayan şeylərə sərf elədim. Hədisə baxın, aleykum bil fikr, fə innəhu həyatu qəlbil bəsir və məfatihu əbvabil hikmə. Buyurur ki, sizə tövsiyə edirəm, təfəkkürü düşünməyi. O, bəsirətli qəlbin həyatıdır. Qəlb bunsuz yaşaya bilmir. Qəlbin oksigenidir. Hər an gərək qəlbə təfəkkür verəsən ki, qəlb diri olsun, yaşasın. Yoxsa qəfəsdə qalıb ölər və hikmət qapılarının açarıdır. Düşüncə açardır ki, girirsən hikmət evinə. O qəribə elmləri öyrənirsən təfəkkür vasitəsilə. Quran ayələrindən misal çəkim, Rum surəsindən. Buyurur ki, əvələm yətəfəkkəru fi ənfusihim. Özləri haqqında düşünmürlər, Allah sual verir. Özləri haqqında düşünmürlər. Dalıca buyurur ki, mə xələqəllahu səmavatı vəl-ərz və mə beynəhuma illa bil haqq. Düşüncəyə mövzu verir.
mövzu verir. Allah yerləri və göyləri bihudə yaratmayıb, haqq olaraq yaradıb. Deyir ki, bunun üzərində düşün. Məyər düşünmürlər və dalca da material verir düşünmək üçün. Demir, Peyğəmbər, sənin sözüvə qulaq asmırlar, sənin sözü eşitmirlər, sən demisən axı, belə demir, gərək özləri düşünsünlər, düşünmürlər. Əgər hər işi Peyğəmbər görəsi olsaydı da düşünməyə ehtiyac olmazdı. Deyər deyil, o nə deyir, qulaq asın. Yox, Peyğəmbər hər sözü demir. Allah da deyir, məyər düşünmürlər bunlar? Və əcəlim musamma mövzumuza aiddir. Düşüncə nə haqda düşün? Əcəlim, əcəl deyir, əcəlim çatdı. Son haqqında, son məqsəd, son hədəf haqqında düşünmürlər. Dalıca qorxulu bir sözdür. Buyurur ki, və innə kəsirən minən nas biliqai rabbihim ləkafirun. İnsanların çoxu Allahla görüşməyə kafirdirlər. Deməli, nəyin nəticəsi? Düşüncəsizlik, düşünməmək gətirir, çıxardır ki, insanların çoxu o görüşə kafirdirlər, ona inanmırlar. Küfrün səbəbi. Çoxu kafirdir, niyə? Məlumdur ki, düşünmürlər, ona görə kafirdirlər. Düşünməmək küfrə yuvarladır insanı. Nəyə kafirdirlər? Allahla görüşməyə. Bizim mövzumuz nədir? Biz hədəf haqqında danışırıq. Dedik axı, insanın hədəfi nədir? Onun haqqında danışdıq. Oturun, hədəf haqqında düşünün. Allah deyir, düşünün, mən sizə hədəfi göstərim və sizi o yolla aparım. Səndən tələb olunan budur ki, otur, düşün, qalanını mən verim sənə. Hədəfi də tanıtdırım. Hədəf yolunda biri görərsən ki, yola düşmüsən artıq. Belədir, valla. Düşünülürsənsə, çoxlu. Axır yola düşürsən. Əməl özü dalıca gəlir təfəkkürün. Təfəkkür də iki mərhələdədir. Bir, hədəfi seçməmişdən əvvəl mənim hədəfim nədir yaşamaqda? Bu sualı ver və özün nəticəyə gəl. Qoyma kimsə sənə desin. İkincisi, hədəfi seçdikdən sonra düşün. Və inanın ki, kim nəyə çatıbsa bu həyatda təfəkkürlə çatıb. Əbu Zər rəhmətullahi aleyh, onun barəsində İmam Sadiq əleyhissalam buyurur ki, onun əksər işi Allahın işləri haqqında düşünməkdir. Əbu Zər eləyən buyur. İbadətinin çoxluğu yox. Əbu Zər əksər vaxtlarda düşüncəyə dalıb gəzirdi. İşini də görürdü, amma fikri mühüm mövzuların yanındaydı. Əllamə Bəhaüddini var idi. Çox yaxın dövrdə yaşayıb, fövqəladə arif adam idi. Fövqəladə yəni. Fövqəladə arif bir şəxsiyyət idi. Ətrafında olan insanlar deyir ki, buna xas xüsusiyyət buydu ki, düşünürdü ancaq. Çox əməl eləməklə deyil, yəni bu çox əməllə məşhur deyildi. Ustad Fatimi niyə deyir ki, mən kitab oxuyurdum, gəldi kitabxanama baxdı, dedi biz də oxuyuruq, amma hərdən kitabı bağlayıb biraz da düşünürük oxuduqlarımız haqqında. Bir nəfər deyir, gəldim onun yanına, tələbələrindən biri deyir. Gördüm, uşaqlar qaçır, qışqırır, aləmi dağıdır, bu da oturub bir küncdə. Deyir ki, qışqırdım uşaqlara ki, sakit olun filan. Dedi, uşaqlarla nə işim var? Dedim ki, mane olurlar sənə, oturmuşsan. Dedim, mənə mane olmurlar, mən öz fikrimdəyim, bunlar məni yayındırmır. İnsanın ki, fikri dərin oldu, düşüncəsi dərin oldu, hər oradan-buradan gələn səs onu düşüncədən uzaqlaşdırmaz, yayındırmaz. Loğman haqqında ki, Allah Quranda surə nazil eləyib və hikmət verib Loğmana, buyurulur ki, Loğman sadəcə təfəkkür sahibi idi. Loğman düşünən adam idi. Düşüncəsinin mükafatı olaraq Allah da ona hikmət verdi. Düşünsə sabahdan vallahi ki, yavaş-yavaş həyatımız dəyişəcək. Bir hansı məlumatlarınız dəyərlidir? Mən sizə deyim, hansı şeylərə ki, düşünüb özünüz nəticəyə gəlmişsiniz, onun qiyməti eşidib bildiyinizdən neçə qat artıqdır. Sən ki, mən filan şey filandır, qiyamətdə belə soruşacaqlar, bunu düşündün, yoxsa sənə dedilər. Dedilərsə dəyəri azaldı, düşünüb özün nəticəyə gəldinsə, onun dəyəri elmlə, məlumatla əldə elədiyindən daha artıqdır. Allah dəyər verir düşünüb gəldiyimiz nəticələrə, baha qiyməti alır bizdən, baha qiyməti. Bu kişi özü düşündü, bu nəticəyə gəldi, ya da moizəyə gəldi, ona dedilər. Bu dedilərdən daha qiymətlisi odur ki, bu düşündü, gəldi, oturdu, o da dedi ki, hə, görsən mənim düşündüyümü təsdiq elədi. Çalışın bir yerə çatın ki, Quran oxuyanda başınızı yelləyəsiniz ki, belədir, düzdür. Elə yerə çatın ki, xutbəyə qulaq asanda başınızı yelləyəsiniz ki, düzdür.
təsdiq eləyəsiz Allahın sözünü. Sədəqallahul aliyyül azim Quran oxuyanda deyirik, nə deməkdir? Allah düz deyir. Yəni mən bilirəm ki, bu düz deyir. Mən elə bu nəticəyə gəlmişdim düşüncəmlə, indi də deyirəm sədəqallahul aliyyül azim. Həqiqətən Allah düz deyir, Allahın sözü düzdür. Çox düşünmək, çox ibadət eləməkdən yaxşıdır. Əvvəl hədəf haqqında düşün. Bilirsiniz necə düşünün, mən sizə yolunu da deyim. Mən işi bəlkə də xarab eləyirəm ki, özünüz bunu eləsəydiniz yaxşı idi. Hədəflərinizi yazın. Yazın, hədəflərinizi yazın. Mən filan işi nə üçün görürəm, filan şey üçün. Mənim hədəfim nədir həyatda? Sonra bir dənə sual verin ki, bu hədəfə razısan ya yox, kişi kimi denən. Özünü özüyə denən, kişi kimi denən. Bu hədəf üçün ki, sən yaşayırsan, buna razısan yoxsa yox? Yadınızda da bu sual. Çox hədəf var ki, bir dənə nə olsundan məhv olur gedir. Bilirsiniz, biz bir dənə zəhmət çəkib özümüzə demirik ki, hə nə olsun? Hə nə olsun deyirsən, görsən hədəf kiçildi gözündən, itdi getdi. O hədəf ki, böyütmüşdün, buna çatım, deyirən, hə nə olsun? Çox hədəflər var ki, hə nə olsun deməklə, sonrası nə? Sonrası nə deməklə çəkilir yolundan. Digər bildim, başa düşdüm, əriyir, yoxa çıxır. Bu sualla hədəflərinizi yazın, nələri hədəf qoymusunuz, sonra sualla onu məhv eləyin o hədəflərin, o layiq olmayan hədəflərinizi. Ay insan, sən əbədiyyət tələbsən, başa düşürsən, əbədiyyət tələb. Sənin ən əsas xüsusiyyətin budur. Sən müvəqqəti heç nəyə qane olmursan, sən bunu başa düşməmsən hələ. Sən bunu başa düşməmsən ki, müvəqqəti olan heç bir şey səni qane eləmir. Sən əbədiyyət aşiqisən, başa düşmürsən bunu. Sən həyatıva bax, gör, bütün müvəqqəti hədəflər sönür sənin gözündə. Sən istəmirsən, dedimi İbrahim Peyğəmbərin, İbrahim Əleyhisselamın dilindən, İnni la uhibbul afilin, mən qürub edənləri sevmirəm. O şey ki, sonu var, o mənlik deyil. O mənlik deyil. Mən belə yaranmışam ki, sonu olan şeyi sevmirəm. Mən əbədiyyət aşiqiyəm. Biz o qədər əbədiyyət aşiqiyik ki, cənnətə girəndə ilk söz ki, Allah bizə deyir, çünki əsas dərdimizdir bizim. Deyir, fədxuluha xalidin, salam verir cənnət əhlinə. Salam, xoş gəlmişsiniz, buyurun. Elə bir qapıda. Allahdan nida gəlir də, xoşbəxt insanlar, dedi oradan. Daxil olurlar, Allahdan nida gəlir ki, xoş gəlmişsiniz cənnətimə. Təsəvvür edin ki, biz o məqamda yox, daxil oluruq cənnətə. Adam düşünəndə həyəcana gəlir. Daxil olanda nida gəlir ki, selamun aleykum, xoş gəlmişsiniz. Allahdan gəlir, evin sahibi odur. İkinci söz nədir? Buyurur, fədxuluha xalidin, daxil olun əbədi qalmaq üçün. Vəssalam, insan arzusuna çatdı. İnsanın qorxduğu bir şey var idi ki, nəyə baxırdı, hamısı yox olacaq, nəyə baxırdı. Buna istirab verən buydu, oğula baxırdı, bilirdi müvəqqətidir, uşağa baxırdı, müvəqqətidir, dosta baxırdı, müvəqqətidir, maşına baxırdı, nəyə baxırdısa müvəqqətidir. Allah bu dərdini həll eləyir birinci. Mən bunu keçmişdə də sizə demişəm, Əgər cənnət bütün gözəlliyi ilə olsaydı, amma bu əbədiyyət kəlməsi olmasaydı, yenə qəm vücudumuzu bürüyəcəkdi, biz belə bir varlığıq. Bilsəydik, hasansa sonu var, nəyi töksə ayağımızın altında yenə də qəmli oturacaqdıq cənnətdə. Çünki biz əbədiyyət aşiqiyik, biz əbədiyyət vurğunuyuq. Müvəqqəti heç nə bizi qane eləmir. Odur ki, Quranda deyir, fədxuluha xalidin, arxain olun. Birinci bizi arxain eləyir, daxil olun əbədi qalmaq üçün. Cəmaatın ölümdən niyə xoşu gəlmir? Çünki ölümü son bilirlər, son da insanın düşmənidir. İnsan son istəmir. Bizi belə yaradıblar. O hədəflər ki, seçdin özüvə, onun ölümünü elan elə özüvə. Deyirəm ki, bu ölən hədəfdir. Ölən hədəf mənlik deyil. Bir hədəf ki, sonu var, mənlik deyil. Bir hədəf ki, bitir, o mənlik deyil. Ad gün olur, deyirlər ki, 100 il yaşa, 1000 il yaşa. Bilirim, 1000 il yaşamayacaq. Sadəcə bu insan əbədiyyət aşiqidir. 1000 il yaşadı, biri də deyək ki, 1000 ildən sonra da inşallah rəhmətə gedərsin. Deyək, yox, elə demə.
1000 ildən sonra 1000 il yaşada yaxşı razılaşdıq. 1000 illə Allah bərəkət versin. Razılaşdıq. Deyirəm ki 1001-ci ildə ad günündən inşallah dünyadan köçdük. Yox, ondan danışma. Dünyadan köçməkdən danışma. Amma ağıllı adam odur ki, hə sonra 1000 il yaxşı yaşadın. Yorular ya adam 1000 il yaşasa. Yorular, yaxşı sonra. Sonra nədir? Hədəflərini qoy qarşıya bir sualla məhv elə, sadə sualla. Sonrası nədir? Sonra nədir? Ancaq düşüncə ilə bu işlərin öhdəsindən gələrsiniz, minbərdən deməklə yox. Düşündüm, yenə gözümdən düşmədi. Yəqin yaxşı düşünmədim. Başqa cavabım yoxdur, yəqin yaxşı düşünmədim. Özünə fürsət ver. Yadda saxlayın, düşünən cəmiyyət nicat tapacaq. Düşüncə istehsal edən cəmiyyət nicat tapacaq. Onu bunu dinləyib təkrarlayan cəmiyyət yox, düşünən cəmiyyət nicat tapacaq. Gənclərimizə tövsiyə edirəm. Düşünüb nəticələrə gəlin ki, nicat yolu bundadır. Bir dənə şeyi düşünün, görün Allah hansı hədəfə razıdır sizin üçün. Sonsuzluq istəyi qoyub içinizdə, elədir hamımızın sonsuzluq istəyi. Ola bilər ki, bu istəyi qoysun içimizdə təmin eləməsin. O necə Allahdır ki, bir şeyi qoyub mənim içimdə. Mən ki, baxıram müvəqqəti heç nə məni qane eləmir. Sonsuzluq istəyirəm, o istək olsun, amma onun cavabı olmasın o istəyin. Onda Allah olmazdı. Bu istək məni yandırıb, yaxaraq mən arzulayıram əbədiyyət, sonsuzluq istəyirəm. Amma sonsuzluq istəyimin cavabı yoxdur. Ancaq məhdud şeylər verir. İlahi, mənim ölçüm deyil bu. Yadınızdadır, razmerim dedim deyil. Ruhumun razmeri deyil. Mənim ruhum sonsuzluq aşiqidir. Bir şeyin istəyin qoysun içəridə, özünü verməsin. Təsəvvür eləyin, məsələn, susuzluq hissi var da bizdə. Susundan yanırıq. İndi birdən su yaratmazdı, susuzluq hissini qoysaydı nə olardı? Həm ölərdi, həm də istirabla ölərdi. Nə ki ehtiyaclar var içimizdə, hamısının cavabı var. Və bizim ən böyük ehtiyacımız sonsuzluq ehtiyacıdır. Mümkündürmü ki Allah bu ehtiyacı bizim daxilimizdə yaratsın, amma onu cavablandırmasın? İndi sual verirəm. Sən nə istəyirsən ay insan? Mən əbədiyyət istəyirəm. Bu mənim əsas istəyimdir. Allahdan başqa əbədi nə var? Allahdan başqa əbədi, sonsuz bir şey var, yox. Deməli sən Allahı istəyirsən. Allahdan başqa hər şeyin sonu var. Sonsuz olan yeganə Allahdır. Və nəyisə sonsuz edibsə o edib. Sonsuzluğun mənbəyi odur. Deməli sən onu istəyirsən. Sən sonsuzluq istəyirsən. Sənin ruhun ölçüsünə uyğun bir dənə hədəf var. O da Allahın özüdür və salam. Çünki sən sonsuzluq arzu edirsən. Sonsuzluq aşiqisən. Və bunun ləzzəti var, bəli. Elə ləzzət bundan başqa bir şey deyil. Bir dənə mən sizə söz deyim. Həyatda nədən ləzzət alırsınız? Hərə bir söz deyə bilər. Hərə bir söz deyə bilər. Bütün o ləzzətləri Allah özü yaradıb, elədir. Allah yaradıb da hər şeyi. Ləzzətləri də Allah yaradıb. Yaratdığının ləzzəti çox olar ya özünün. Bir şey ki, bu verib o ləzzəti yaratdığına, gör özü nə qədər ləzzətlidir. Gör özü nə qədər ləzzətlidir. Ləzzətin özüdür o. Yəni ləzzətin məfhumu, həqiqəti Allahın özüdür. Sən o ləzzət üçün yaranmısan, o ləzzət üçün. Onun ləzzəti nə qədərdir? Bunu heç bir kitabda tapa bilməyəcəksiniz. Bunu yazmırlar və demirlər. Bunu adam təfəkkürlə tapır. Görün Allah sizin üçün nəyə razıdır? Bunun haqqında düşünün, insanın ağlı başından çıxır müsbət mənada. Allah səni məyər əziyyət vermək üçün yaradıb? Yox, səni sonsuz ləzzət üçün yaradıb. Çünki sən sonsuzluq aşiqisən və o da sonsuzdur. O sonsuza qovuşan gündən milyardlar il, yəni sonsuz ləzzət almaq üçün səni yaradıb. Allah bizi özü üçün yaradıb. Bunu görmək belə çətindir, asandır. Düşünməklə görmək lazımdır. Allah məni aşiq olmaq üçün yaratmayıb, bəli, aşiq olmaq üçün yaradıb. Nəyə aşiq olmalıyam mən? Axı nəyə aşiq oluram sönür. Əlimə çatan kimi sönür. Mən belə deyiləm. Mən ona görə heç nəyə aşiq olmamalıyam. O şeyə aşiq olmalıyam ki, sönməsin, həmişə var olsun, sonsuz olsun, o da Allahın özüdür. İmkan verməyin ki, kimsə bu sözləri sizə desin. Xahiş edirəm ki, özünüz düşünün, tapın. Təfəkkürünüzə mane olan şeylərdən qaçın. Çox musiqiyə qulaq asmaq dillər düşüncə nurunu söndürür.
Çox musiqiyə qulaq asmaq bir mənalı olaraq belə. Musiqi aludəçisi olma. Və yaxud da məsələn deyək, neçə şeylər var təfəkkür nurunu, düşüncə nurunu söndürür. Biri də budur ki, məsələn, bu telefonlarda bunu sübut edirlər, fikir təmərküzləşmir, çox müxtəlif şeylərə baxan adamlarda, müxtəlif şeylərə. Çox verilişlərə baxmaq, o kanaldan bu kanala çevirmək, diqqət bir şeyə cəm olur, sonra keçir o birisinə, sonra keçir o birisinə, diqqəti, təfəkkürü məhv eləyən şeylərdir bunlar. Dillərə məsələn qəbr üstündə qəbr yazılarını oxumaq məkruhdur. Bilirsiniz, bunun adını oxuyursan, bunun haqqında düşünə, birdən keçirsən o birisinə, keçirsən o birisinə, keçirsən o birisinə, düşüncəni zəiflədir bu şey. Hətta mən sizə bir tövsiyə edirəm, moizəyə də çox qulaq asmayın. Adət elətdirməyin ki, oturan kimi diski qoyub moizəyə qulaq asasan. Çünki onda tənbəlləşir düşüncə. Həmişə sənə gərək kimsə kömək eləsin düşünmək üçün. Ona görə də çox qulaq asmayın. Qədəri var onun da. Qədəri var. Az qulaq asın. Düşüncə öz işə düşdü, söndürün. Qalanını özünüz düşünün, tapın. Hətta xütbələrə də o qədər çox qulaq asmayın. O ərəb haqqında danışdı və Məhərrəmin 10 günündə gəldi Peyğəmbərin yanına. Dedi ki, mən sizə bir xidmət eləmişəm. Filan vaxtı çöldə olanda yeməyiniz yox idi, mən sizə yemək verdim. Məqsədi vardı, yaxşı deyil adam yaxşılığını desin. Bu, amma mənəviyyatda adam idi, başqa hədəfi var idi. Dedi ki, onun qarşılığında mənə nə eləyə bilərsiniz? Qarşılığında nə eləyə bilərsiniz? Peyğəmbər dedi, nə istəsən eləyərəm. Nə istəsən. Arzun nədir denən, mən hazır. Dedi, onu da qoyun düşünüm, getdi, düşündü. Düşündü, səhərsi gün gəldi, dedi ki, mən bir şey istəyirəm sizdən. Dedi, nə? Dedi ki, cənnətdə harda olacaqsınız? Mən də sizin yanınızda olum. Peyğəmbərə buyurdu. Peyğəmbər birinci sual bir üstünə verdi. Dedi, bunu sənə kimsə öyrətdi ya özün düşünüb bu nəticəyə gəldin. Desəydi ki, öyrətdi, yəqin razı olmayacaqdı Peyğəmbər. Adamın düşünüb gəldiyi nəticəyə dəyər verir. Dedi, özüm düşündüm ya Rasulallah. Niyə? Niyə bunu istədin? Deyir, dedim ki, səndən dünya istəsəm, nə istəsəm, bir gün bitib gedəcək. Nə istəsəm bu dünyadan, axırı var. Cənnətdə də nə istəsəm, indi istədiyimə çata bilməz. Çünki Allahın yanında ən əziz bəndə sənsən və sən elə bir zirvədə olacaqsan cənnətin ki, ondan üstün məqama heç kəs çatmayıb. Allah bir insana verə biləcəyi ən çox şeyi sənə verəcək, odur ki, ən maksimum şey istədim. Peyğəmbər dedi, mən razı, bir dənə mənə kömək elə səcdələri uzatmaqla. Gördün, düşüncə ilə gəlinən nəticə nə tez qəbul olundu? Düşüncə ilə gəlinən nəticə. Düşünsən görəcəksən ki, Allah istəyirsən və Allahdan başqa heç nəyə razı deyilsən.